Hanımlar, bu dəfəki kəsmiyim diyetik kəsmik olmadı. Süt çox yağlı idi. Ona görə baxın içərisində tompa yağlar. Bu evlerden çıxanda dünəndən çürütdüyüm südü, hazırladığım kəsmiyi süzdüm. Qəşəng marlanı qırmaq edirəm. Kəsmiyi onun içərisində süzürəm. Axşamdan soyuducuda saxlayıram çürümüş südü. Ki yağ isti-isti süzəndə yağı axıb gedir kızlar. İnanın ki elə gözəl bir kəsmiyi oldu ki, hətta Ateş müəllim yeni bir yerdən alır südü. Əsl kənd südü. İndi bax bu videodan sonra paylaşacağım. Baxarsınız, kəsmiyin içərisində bax belə tikə-tikə kərə yağlar var. Kızlar, sağlamlığınıza fikir verin, gözəlliyinizə fikir verin, ailənizi qoruyun, öz sağlamlığınızın qeydinə qalın. Sağlamlıq gözəllikdir, pozitiv enerjidir, əhval-ruhiyyədir. Sabahınız xeyir kızlar. Bakın dünəndən südü çürüdüb axşamdan qoymuşam soyuducuya. Təzə süd yeri tapmışıq, oradan alırıq südü indi. Görün necə yağlı bir süddür. Bax, həmişə deyirəm, südü çürüdən kimi süzməyin. Ona görə deyirəm ki, bax mən onu çürüdən kimi süzsəydim, baxın indi bu yağı axıb getmişdi. Amma qəşəngcənə qoydum soyuducuya, indi süzəcəm. Görün nə gözəl kəsmik alınacaq. Baxın bir xanımlar, bəh. Qəşəng bir kəsmik alınacaq. Deməli 5 litrdən 1 kilo kəsmik çıxır. Çox yaxşı, çox əsl kəsmikdir qızlar. Südü qoyun bişsin. Bişəndə içinə bir stəkan ya qatıq suyu ya da ki qatıq dökün ya da sirkə. Sirkə bəzən çürümür, sirkə tökə bilərsiniz. Qızlar 10 litr süddən hazırlayın, 2 kiloluq. Sirkə də tökün içərisinə. Sirkə onu xarab olmağa qoymur. Qəşəng bir həftə yeyin. Bəzən hələ mən içərisinə meyvə də tökürəm, amma sadə daha çox sevirik. Bax belə gözəl kəsmik. Baxın qızlar, necə etdim onu da göstərim sizə. Döktüm marlanın içərisinə, bax belə qəşəngcə sıxıb götürəcəm. Hazırdır, kəsmiyimiz hazırdır. İstəyirsiniz üzərinə bir ağır bir şey qoyub süzə də bilərsiniz, biraz sıxa da bilərsiniz. Amma baxın necə yağlı idi, baxın. Yağ burada da var. Hazır. Hanımlar, bu dəfəki kəsmiyim diyetik kəsmik olmadı. Süt çox yağlı idi. Ona görə baxın içərisində tompa yağlar. Baxın, əsl kəsmik budur da, budur. Siz də hazırlayın, sizdə bundan da gözəl alınacaq.